Bakıxanovda, mərkəzi ərazidə, yola yaxın 10 sotun içində də 3 dənə ev olan həyət evimiz satılır. Bağı, bağçası, bisetkası, toxucuza saxlamağa yeri, yəni öz üçün ev axtaranlara çox gözəl variantdır. Bax, görürsünüz, paket krişadır, 4 otaqdır. Hardasa 8-9 daş kürsülü bir evdir. Sonra ikinci evimizi görsədim sizə. Bax, 2 mərtəbədir, 2 mərtəbə. 3 otaq aşağıdadır, 3 otaq yuxarıda. Yəni 2 dənə geniş ailənin yaşamağından ötürü. Burada belə bir boş hissəsi var. Hər cürə də meyvə ağacımız var. Bir göstərəcəm. Bir dənə də əlavə orada ev tikilib, onu da göstərəcəm sizə. Hər cürə meyvə ağacımız var. Bu belə bir qəşəng bisetkası var. Yayda oturub istirahət eləmək üçün. 2 dənə də belə deyim, bax. Bir otaq hamam tualet kuxuna ayrıca tikilib kiradan yəni. Hər biri 250 manatdan kiraya verilibdir. Həm biznes, həm öz üçün ev axtarırsansa, bu çox gözəl variant. 10 sotdadır. Özdə hər evində kupçası var, addelini. Amma bütöv şəkildə satılır. Qiyməti, indi evin içini də çəkəcəm, qiyməti də deyəcəm sizə, izləyin. Evə qalxdım, qalxanda belə bir hol hissəsi var. Burada belə bir su bulağı var. Evin için təqdim edəcəm, izləyin. Evin giriş hissəsi. Girəndə holdur, balaca bir holumuz var. Buradan kuxnadır. Kuxnası. Biraz sürətli çəkəcəm ki, 3 dənə evin ayrı-ayrı çəkilişidir. Hamısı bir həyətdədir. Bax, girdim, belə bir böyük zal hissəsi var. Zaldan da 1, 2, 3 dənə otaqdır. Bax, bu zal hissəsi. Evimiz, otaqlar görürsünüz, bax, geniş işıqlıdır. Bax, belə eləyim, görün. Geniş işıqlı otaqlardır. Bu ikinci otaq. Maşallah, qəşəng geniş otaqdır, bax. Üçüncü yataq otağıdır. Bu da sanzeldir. Bax, bu da ikinci evimizin çəkilişidir. Hardasa bu da 7-8 daş kürsüdür. Belə bir balkon hissəsi var qalxanda. Laklı poldur girişdə, koridor sistemi iləndir. Birinci mərtəbə necədir? İkinci mərtəbədə eyni qaydadadır. Sol tərəfdə zaldır. Təmirin görürsünüz, yəni qaydasındadır. Sağ tərəfdə kuxnasıdır. Kuxnası da hardasa 24 kvadrat, 25 kvadrat var. Bax, geniş kuxnası var. Axıra qədər izləyin, çox gözəl variantdır. Yəni, keçək. 2 dənə də yataq otağı var. Sağda hamam tualetdir. İşıqlarını yandırın, bax. Bir yerdədir. Sanzel. İkinci yataq otağı. Daha doğrusu birinci yataq otağı. Orası zal idi. Bu da ikinci yataq otağı.
Bura uşaq otağı idi, bura valideyn otağı. Bu evin üstü də eyni qaydada bu formadadır. Yəni oranı çəkməyəcəm, bir də vaxt aparmayım. Eyni bu təmirdədir, eyni formadadır. Bax o 2 dənə evi göstərdik, qaldı bu 2 dənə ev. Bunlar da kiraya verilibdir. Bunların hər biri 250 manatdan kirakeş qalır, bağlıdır hal-hazırda. Yəni ona görə çəkə bilməyəcəm. Kimə maraqlı olsa əlaqə saxlasın. Gəlsin yerindəcə evlərə baxsın. Qiyməti də şərhlərdə yazacağam. Allah xeyir versin. 10 sotdadır. Sənəti də kupçadır, paket kupçadır.